deyim sizə. Bir fikirlə razıdır, qorxur yazmağa. Bir dənə like qoymağa qorxur ki, mənə də adımı qoşarlar ora, nə işimə qaldı mən. Sosial şəbəkə bunsundur. Adam bilir ki, kim müstəqildir, kim yox. Bəzi adam var ki, prinsipial, ardıcıl, ağıllı mövqeyi var, yazır, mövqeyini bildir və lazımdır da sosial şəbəkədən istifadəyə təşviq edirəm mən gənclərimiz. Çox vacib məsələdir. Haqq mövqeyini insan əsaslandırıb ortaya qoysun, müzakirə eləsin. Bütün günü boş-boş yox, lazım olan məqamda, lazım olan həddə. Hətta deyərdim, yəni, mənim fətva vermək səlahiyyətim yoxdur. Şəri mənada demirəm, amma vacib hesab edirəm, yəni. O, günün müəyyən hissəsini, müəyyən vaxtları orada iştirak eləmək, o mövqe bildirmək, fikirlərvi bölüşmək. Allahın xoşu gəlir müstəqil adamlardan və acığı gəlir aslı adamlardan. Allah belədir. Bəzi mövzular var, Allah üçün həssasdır. Məsələn, deyir, birinin varı çoxdursa, o ilə danışanda səsin dəyişdirsə Allah deyir ki, ata uyandıracaq. Cəmaət imamları ona görə dəstəksiz qoyub ki, boylanıb görürlər kim var, görürlər heç kəs deyirlər, mənə nə düşüb. Təsəvvür edirsiniz, bu xüsusiyyət gəlib imam qatil olur.